Yani bir adamın 5 milyar oğurlanması için ne kadar ona münbir şərait yaratmış o 5 milyarda oğurla bilsin. Yani Niye bəs bu 1 milyarda oğurlanda aşkar olmadı? 500 milyon oğurlanda aşkar olmadı. 200 milyon oğurlanda 50 min oğurlanda aşkar olmadı. Gözlənildi ki ben bunu derim. Niye bu adam bu nəhaylikdə ziyan vurdu dövlətə? Bu bir prezidentin sərəncamı oğurlanmış pulların geri qaytarmasına bağlı. Buyurun hesabat koyun görə Adnanın nə qədər pulu qayıtdı və ya da Hacı evin nə qədər pulu qayıtdı. Hacı evin arvadı Londonda günü 160 deməli minə çaxıralı bitir arvadı. Orada London mərkəzində neçə milyon evi var, nökəri var, o var, bu var. Adnan da gedib həbsxanada 6 il iş veriblər. 7 milyar beynəlxalq bankın pulunu oğurlar. Özdə pul bilsən kimin puludur? Qazaxıstanın sosial fondu. İndi bizim Azərbaycan dövləti Qazaxıstanın sosial fondu ödəyir. Onlar bizə elə bir investisiya yatırdıblar, oğurlanıb indi biz məcbur o pulu ödəmək. Yəni mən nə demək istəyirəm? Burada elə mən müxalifət edim, sözümü qəribsizə salmayım. Mən deyirəm ki, nəyə görə adamlar uzun müddəti sürəkli cinayət edir, aşkar olunmur. Bu gün də hakimiyyətdə cinayət iştirak edən adamlar var. Tənqid elə, gəl sən tutacaq, cinayətkarı yox. Yəni korrupsiyoneri yox, korrupsiyoneri ifşa edən adamlara qarşı Ramiz Bey deyim vaxtı bu daha geniş şəkil. Jurnalistə niyə tutulurdu? Sən niyə bunu dedin, niyə onu dedin? Sonradan özləri dedi ki, bu cinayətkardır. Yaxşı, bunu mən deyirdim də, vacibdir ki, dövlətə bu qədər ziyan vura, ondan sonra sən deyəsən ki, bu cinayətkardır.